Salam, mən endokrinoloq Aysel Şirinzadə. Bugün sizə çox aktual olan vitamin D haqqında bəzi məlumatları vermək istəyirəm. Vitamin D yağda həll olan vitamin olduğu üçün günün əsasən birinci yarısında səhər və yaxud da ki, günorta qida qəbulu ilə bərabər qəbul edilməlidir. Axşam saatlarında qəbul olunan vitamin D yuxusuzluğa gətirib çıxarda bilir. Vitamin D-nin normativləri 30-dan aşağıdırsa defisit sayılır, 30-100 arası norma sayılır. Ən optimal rəqəm 60-70-dir. 100-ün üzərindədirsə artıq toksiki təsir göstərə bilir. Ona görə də həkim təyinatı olmadan, qanda vitamin D yoxlanmadan vitamin D-nin qəbulu müalicəvi dozalarda qəbulu məsləhət deyil. 100-ün üzərində olan vitamin D böyrəklərdə kirəcləşməyə, qan damarlarının sərtləşməsinə, ritm pozğunluğuna gətirib çıxarda bilir. Bu səbəbdən vitamin D qəbul edəndə həkiminizlə məsləhətləşin, müalicəvi və profilaktik dozaları həkim təyinatına əsasən aparın.